Bir dənə başqa bir məsələ var. Məsəl üçün, indi mən digər insanlara hansı ki, qarınları müəyyən bir yekədir və qarınları yekə olanda mən görürəm o nəfəs alanda, nəfəsi verirlər, qarın gəlir qabağa, sonra içəriyə çəkilir. Tam belə görsən, onlar tərsinə eləyirlər. Onlar tərsinə eləyirlər. Yox, hətta yapışır belə. Görürsən, düz eləyirlər. Düz eləyənləri mən nəzərdə tuturam. Amma kök adamda, yəni istər-istəməz bu qarın qabağa gəlib, yəni biraz da qabağa verir, sonra dala gedəndə getmir axı o, qoymur getməyə. Onlar necə eləməlidirlər? Mən artıq çəkidən olan insanlarda, məsələn, mən fikir verirəm, onlar nəfəsi alanda qarnı çəkirlər içəri. Nəfəsi verəndə qarnı önə doğru şişirdirlər. Deməli, əgər onlar düzgün tərsin olmalıdır. Əgər onlar düzgün şəkildə onu eləsələr, məsələn, artıq çəkidən əziyyət çəkən insanlar, dərindən nəfəs alırsan, qarnı önə doğru genişləndirdin, nəfəsi verəndə qarnı tamamilə çəkdi içəri. Bu nəfəsi onlar yerinə yetirsələr, qarında olan piyləri yandıracaqlar. Düzgün nəfəs alan insanlar, məsələn, bu qədər insan mənə müraciət eləyib, mən onların içində demək olar ki, 99% yanlış insanlardır, nəfəs alıb verənlər. 1% götürək. O 1% insanların da heç birində mən artıq çəkili insan görməmişəm. Əgər insan düzgün şəkildə nəfəs alır verirsə, o artıq çəkidə olmalı deyil. Ona görə ki, var elə insanlar hansı ki, düz nəfəs alır? Çox az. İndiyə kimi bəlkə də 1 nəfər, 2 nəfər. Hətta elə. Bəli. Mən həmişə ümumiyyətlə insanla danışanda onun nəfəs alıb verməyinə fikir verirəm və həmişə də ona dediyim söz ki, yanlış nəfəs alırsan. Nəfəs alanda qarın önə doğru genişlənməlidir və hər dəfə onu təkrarlayıram. Nəfəsi verəndə qarnın içəriyə doğru çəkilməlidir.